Elə oyunlar da var ki, bugünkü günümüzdə uşaqlarımızın, evladlarımızın fəsadına gətirib çıxardır. Məsələn, elə oyunlar var ki, uşaqlara insan qətlini öyrədir, papucu kimi. Görürsən ki, bir-birini vururlar və həmçinin bəzi oyunlar var ki, orada insan, yəni baxırsan ki, oyun əsnasında bütlərə səcdə etmək var. Və bəzi oyunlar var, baxırsınız ki, bu oyunlarda yəni qumar var və bəzi oyunlarda insanlara pis əxlaqı öyrətir və baxırsan ki, bir-birini aldatmağı öyrətir və həmçinin elə verilişlər var ki, uşaqlara fəsad öyrətir. Ona görə valideyn üzərində düşən mühüm məsələlərdən biri də odur ki, evladının belə verilişlərə qoşulmasının qarşısını almaq. Belə həmçinin cihazlardan bu yollardan istifadə etməyə imkan yaratmamaq, imkan verməmək. Əgər ola bilsin ki, yəni müəyyən verilişlər və yaxud da ki, müəyyən qruplara ehtiyac olarsa, zərurət olarsa, onda hər dəqiqə valideynin nəzarəti evlad üzərində olmalıdır. Əgər evlad üzərində nəzarət yoxdursa, Allah qorusun, evladın, uşağın qəlbinə şübhə və həmçində şəhvət toxumu əkilə bilər.